Hər vaxtın xeyir olsun. Hər vaxtın xeyir. Yenə də sən. Bəli, yenə mən. Sənə mən yenə də suallar ünvanlayacağam. Amma bugün təkcə sənə deyil, komandamızın digər üzvlərinə də suallar ünvanlayacağım. Bizim burada dəyərli baş liderimiz və dəyərli liderimiz də vardı. Mən sənə nə sual vermək istəyirəm? Sən artıq burada öz yolunu tutmusan, düzdürmü? Artıq bilirsən ki, sənin yolun budur. Sən yəni bu işdə uğurlu olacaqsan. Kifayət qədər uğurlar qazanmısan, maşallah olsun sənə. Yəni bunları görməzdən gəlmək olmaz. Amma təbii ki, bilirəm ki, dayanacağın bura deyil. Daha çoxunu istəyirsən. Əlbəttə. Və bunun üçün nələr başlanğıcdır. edirsən? Təbii ki, bilirəm. Bunun üçün nələr edirsən? Hansı addımlar atırsan? Yəni işində inkişafa dair nə addımlar atırsan? Və qızlarımıza tövsiyələrin nələrdir? Komandada olan və hələ bizi dinləyən, hələ dinləyici kimi qalan qızlarımıza buyur, söz sənindir. Çox sağ ol, mənə söz verdiyin üçün ilk öncə. Mən artıq 2 ildir ki, buradayam. 2 ildir ki, Fabelli şirkətindəyəm və birinci öz komandama deyərdim ki, mən artıq bu işdə müəyyən qədər həyatımı dəyişmişəm. Davamlı olmaqla, ən əsası mən bu işdə davamlı olmağı öyrənmişəm ki, bu işdə uğur qazanmaq istəyirsən, davamlı olmalısan. Öz vaxt qrafikini özün seçməlisən. Özünə elə vaxt işlərini elə normal qoymalısan ki, qrafikini ayırmalısan ki, rahat şəkildə uğuruna qazana biləsən. Davamlı, hər gün davamlı olmalısan və komandamdakı qızlara deyirəm ki, bəlkə yeni başlayanlar var, tərəddüd edənlər var, artıq müəyyən yol gəlmiş olanlar var. Onlar bilirəm ki, məqsədlərini götürüblər, mənimlə uğura doğru yola çıxıblar və uğurlu olacaqlar. Amma hələ gəlməyənlərə demək istəyirəm ki, əlbəttə ki, bilmədiyiniz işə başlayanda tərəddüd edirsiniz. Ancaq böyük bir uğur kiçik bir addımla başlayır. Yəni kiçik bir addımı atmalısınız ki, böyük bir uğuru qazanasınız. Və bura gəlməmişdən əvvəl heç kim bilə bilməz ki, burada sizi nələr gözləyir. Mən onu demək istəyirəm ki, özünüzə şans verməyə dəyər. Yəni, siz bilə bilməzsiniz ki, gəlməzdən əvvəl mən uğursuz olacağam, burada haralara gəlib çıxacaqsınız. O şansı özünüzə verin və gəlin birlikdə bizimlə qazanın, bizimlə birlikdə həyatınızı dəyişin. Dediyim kimi, kiçik bir uğur, böyük bir uğur, kiçik bir addımla başlayır. O 2 addımı atın və uğurunu özünüz gətirin. Tamamilə doğrudur. Bir zamanlar var idi ki, mən burada böyük bir komandam yox idi. Nə Xaçmazda böyük bir komandam var idi, nə də ümumilikdə böyük bir komandam var idi. Amma bu hər zaman mənim bir arzum idi ki, mən Oğuzda, Xaçmazda bir direktorum olsun və o arzumu sən həyata keçirdin. Ona görə sənə minnətdaram. İnşallah mənim də məqsədim odur ki, mən də burada böyük bir özümə komanda qurum. Mənimlə bərabər addımlayan direktorlar, arxamca gələn liderlərim artıq var və onları da direktor görmək istəyirəm. İnşallah bilirəm ki, tezliklə onları da direktor kimi görəcəm. Və burada bəziləri üçün çətindir bu, bəziləri deyir ki, çətindir, nə bilim, qeydiyyat gətirə bilmirəm, mən bacarmaram. Ancaq heç kim bilə bilməz ki, burada bacaracaqsınız, yoxsa yox. Yəni bu şansı özünüzə verin və onu demək istəyirəm ki, bizim işdə təcrübəyə ehtiyac yoxdur. Siz burada öyrənə-öyrənə qazanacaqsınız. Bəziləri deyir ki, mənim bacardığım iş deyil, bu işi bacarmaq lazım deyil. Bu işi həm öyrənəcəksiniz, həm qazanacaqsınız. Yəni qazancınız da sizin öyrəndiyiniz yolda da sizin kiçik-kiçik sizə qazanclarınız olacaq ki, sizin çox köməyinizə çatacaq. Yəni burada mən gedim oxuyum, təcrübə qazanım, daha sonra gəlim işləyim deyə bir şey yoxdur. Gələcəksiniz və öyrənə-öyrənə qazanacaqsınız. Tamamilə doğrudur. Bir yandan öyrənirik, digər yandan tətbiq edirik. Yəni vaxt itkisi yaşamırıq. İnşallah ki, sənin bu çağırışın qızlarımıza bir stimul olar, qızlarımıza bir fikir olar və onlar başlayarlar. İnşallah burada komandamda olan xanımlara deyirəm, davamlı olun. Mənimlə birlikdə hələ sizin uğurlarınız qarşıdadır. Böyük uğurları imza atacaq birlikdə və komandamda olmayan xanımlara deyirəm ki, gəlin birlikdə həyatımızı dəyişək, birlikdə uğur qazanaq. İstədiyiniz həyatı bu iş sizə verəcək. Bu iş sizə ürəyiniz istəyən həyatı yaşamağa imkan verir. Gəlin, qazanın və ürəyiniz istəyən kimi yaşayın. Tamamilə doğrudur. Bu iş sizə həm azad belə deyək, işləmək imkanı verir. Üstəlik azad xərcləmək imkanı verir. Bu çox gözəl bir şeydir. Bəli, limit yoxdur bizdə. Cümlənin əslində fərqinə varmaq lazımdır. Azad işləmək və azad xərcləmək. Bu hər kəsin nəsib olduğu bir şey deyil, amma hər kəsin arzuladığı bir şeydir. Və biz o yolda irəliləyirik. Nə xoş burada özümüzə limit qoymuruq. Limiti özümüz təyin edirik. Ürəyimiz istəyən qədər qazanc əldə edə bilərik. İstədiyimiz qədər də xərcləyə bilərik. Limit yoxdur ki, mən bu limitdə dayanacağam, mən bu məbləğə çatım, bunu qazanım. Limiti özümüz təyin edirik. Nə qədər işləsək, biz o qədər də yüksək gəlirlər əldə edib, o qədər də ürəyimiz istəyən qədər yaşaya biləcəyik. İnşallah. Təşəkkür edirəm sənə bu müsahibənin üçün, minnətdaram. İnşallah ki, gələn il mən bura gələndə artıq səni başqa bir rütbədə görmək istəyirəm. Təbii ki, olacaq. Mən
özümə söz vermişəm ki, mənim uğurum, yəni mənə görə mənim uğurum gecikibdi biraz. Çünki uşaqlarla biraz kiçik yaşlarındaydı. Artıq mən öz planımı qurmuşam, öz iş qrafikimi qurmuşam və bilirəm ki, bu gündən sonra bütün yüksək dərəcələr sırasıyla məni gözləyir. Heç bir uğurum bu qədər gecikməyəcək. İnşallah. Amma özümü də yəni yetəri qədər də uğurlu hesab edirəm. Çünki Sözsüz ki. mənim yaşadığım yerdə tək 2 övladımla, yəni 2 az yaşlı uşaqla kənd yerində çətindir biraz. Bəziləri üçün daha çox çətin gəlir. Amma mən özüm də deyirdim ki, çətindir qazanmaq, işləmək. Amma gördüm ki, özün öz qrafikini qurandan sonra, planını qurandan sonra çox da sadədir. Öz yolumuzu tuturuq, rahat şəkildə qazancımızı əldə edirik. Mən kənd yerində uğurlu ola bilmişəmsə, bunu hər kəs edə bilər. Sözsüz ki, məhdud şərtlərlə inkişaf edənlər mənim gözümdə daha yüksək bir yerdədirlər, yüksək bir məqamdadılar. Sən də məhdud şərtlərlə inkişaf edənlərdən birisən. Bəli. Ona görə sənə hörmətim, sənə qarşı olan münasibətim tamam fərqlidir. Həqiqətən də mən ümumiyyətlə qazanmaq istəyi olan, nə bilim, güclü, özünü necə deyirlər, işə yarayan göstərən insanları, xanımları çox sevirəm. Onlara hörmət edirəm və sən də bu məhdud şərtlərlə, bu yaşayış şəraitində bunu bacarmısansa, arxanca insanları apara bilirsənsə, onları inandıra bilirsənsə bu işə, deməli sən ən gözəl yerlərdə də olacaqsan. Mən buna İnşallah. inanıram, heç bir şübhəm yoxdur. Çox sağ ol, sənə təşəkkür edirəm. Mənim düşüncələrimi dəyişən sən olmusan və buradan komandamda olmayan və gəlməyə tərəddüd edən xanımlara da səslənirəm ki, siz tək deyilsiniz, gəlin, mənimlə birlikdə qazanın. Mən sizə sıfırdan hər şeyi öyrədəcəm. Yəni birlikdə qazanacağıq. Bu işdə siz tək deyilsiniz. Tamamilə doğrudur. Xoş gördüm səni. Salam. Bizim komandamızın dəyərli baş lideri Elnarə xanım, Elnarə Atakişizadə, düzdürmü? Bəli. Mən sənə suallar verəcəm. Sən bu yola bacınla bərabər çıxmısan, düzdürmü? Düzdür. Onunla bərabər davam eləyirsən və bu düşünürəm ki, sənin üçün böyük bir avantajdır, böyük bir şansdır. Sən digərlərindən 1-0 öndəsən. Çünki artıq səni öyrədən, hər daim sənin yanında olan, sözsüz ki, biz hər kəsə o münasibəti göstəririk. Bu bir ayrı, amma bacı ilə əlbəttə ki, digərləri eyni deyil və sən bacınla əl-ələ verib ən gözəl yerlərdə olacaqsan, onu bilirəm. İnşallah. Və baş lider rütbəsinə gəlib çıxmaq özü də böyük bir şeydir. Yəni sıfırda deyilsən, artıq müəyyən qədər inkişaf etmisən və deyərdim ki, körpünün artıq yarıdan çoxunu keçmisən, çox bir şey qalmayıbdır. Yəni istədiyin hədəfə çatmaq üçün. Bilirəm ki, istəyin direktorluqdur. Bəli, O təbii yolda ki. nələr edirsən? Hansı addımlar atırsan və belə deyək, nə qədər müddətə istəyirsən ki, direktor olasan, komandandakı qızlarla necə çalışırsınız, hansı planları qurursunuz, bunu bilmək istəyirəm. İlk öncə onu deyim ki, mən fabrikə qoşulmazdan əvvəl arzularım var idi, amma hər zaman da düşünürdüm ki, yəni bu arzularım arzu olaraq qalacaq. Çünki heç bir yerdə işləmirdim. Təbii ki, gedib hardasa bir yerdə işləmək mənə də çox çətin gəlirdi və həmin işlərdə gün ərzində, yəni işləyib alacağım maaşı düşünəndə, yəni işləmək istəmirdim. Amma sonra fabrikə qoşuldum. Yəni Gülnarə məni fabrikə qoşdu. Yəni çox sağ olsun. Qoşulduqdan sonra buradakı qazançları gördükdən sonra yəni başa düşdüm ki, mənim artıq arzularım arzu olaraq qalmayacaq. Çünki bir məqsədim var və bilirəm ki də tezliklə, yəni bu ilin sonuna qədər yəni direktor rütbəsini aşmağı, yəni ağlıma qoymuşam və bunun üçün çalışıram. Bilirəm ki də yəni mən bu məqsədimə çatacağam. Çünki dediyim kimi məqsədim var ki, övladıma gözəl gələcək vermək, bir ev almaq istəyirəm təbii ki. Yəni və bu arzuma da bilirəm ki, Fabeli sayəsində çatacağam. Təbii ki, yəni bunu oturduğumuz yerdən yəni etmək olmur. Bunun üçün çalışmaq lazımdır və mən də hər gün özüm üçün kiçik planlar qururam və bu planlarımı həyata qurmaq üçün çalışıram. İnşallah ki, yəni bu planlarımı həyata keçirəcəm və məqsədimə çatacağam. İnanıram, mən sənə çox inanıram. Çünki sən çox potensiallı qızsan, çox bacarıqlı qızsan. Bilirəm ki, bunu eləyəcəksən. Və nə xoş sənə ki, sən 20 neçə yaşın var da səndə? 27. 27 yaşın var və sən bu yaşda arzulayırsan ki, mən özümə ev alacağam. Bəli. Bu bəlkə də insanlıq üçün kiçik addımdır, amma sənin yaşadığın yer üçün, yəni bura üçün çox böyük bir addımdır. Təbii ki. Burada yaşayan sənin yaşıtlarından gedək kimdənsə soruşsaq ki, hələ sənin yaş kateqoriyandakılardan. Sən ev istəyirsənmi? Deyər ki, bəli, mən sərbəst öz evim olsun istəyirəm. Amma onun üçün, yəni
sən nə qədər müddətə düşünürsən ki, sənin evin olacaq? Onlar nə deyirlər? Əşi yox, nə bilim, Allah bilir, nə zamansa olarmı, heç olmazmı? Sadəcə, yəni kiçik bir hardasa arzudur. Heç onu dilə də gətirmirlər. Əvvəl mən də elə idim təbii ki. Fabrikə Eyni. qoşulmazdan əvvəl, yəni mənim üçün onu düşünmək belə möcüzə kimi bir şeydir ki, mən özüm üçün ev alım, övladıma bir gələcək qurum. Yəni çox çətin gəlirdi. Təbii ki, fabrikə qoşulduqdan sonra qazançları gördüm. Yəni dedim ki, mən niyə etməyim? Yəni bura qoşulan, çalışan hər kəs bunu edə bilər. Çünki fabrikdə bu mümkündür. Sadəcə olaraq çalışmaq lazımdır, bir məqsədli olmaq lazımdır. Yəni, ondan sonra təbii ki, çətin deyil bunu etmək. Sözsüz ki, sən artıq bu iş planı ilə tanış olandan sonra görürsən ki, sənin arzuladığın o bir dənə ev burada bir okeanın içində bir damla kimidir. Yəni o qədər qazananlar görürsən ki, görürsən ki, birinin 3 evi var, birinin nə bilim sağlığına qismət 5 evi var. Niyə də səndə də bir ev olmasın da? Yəni bunu eləyə biləcək imkanlar var burada. Yeganə bir şey qalır ki, sən addım at, hərəkət et və çat o hədəfinə. Əlbəttə ki, yəni burada bu imkanlar varsa, biz niyə bu imkanlardan yəni yararlanmayaq? Bu imkanları biz görürük ki, burada var. Sözsüz ki. Təbii ki, bunları görə bu çalışmamaq, yəni qazanmamaq artıq yəni özümüzə qalan bir işdir. Bəli. Hədəf qoymamaq, bəli, bu mümkünsüz bir şeydir. Bəli. Və sən də nə yaxşı ki, bu imkanlardan artıq xəbərdarsan. Nə Əlbəttə. xoş sənə ki, bu imkanlardan xəbərdarsan. Əslində ən çətini, bəzən qızlara görünür ki, çətini mən necə qazanacağam, mən necə gedib o yerlərə çatacağam. Amma ən çətini bilirsənmi nədir? Onu anlaya bilmək ki, var burada. Bəli. Bu qazanc var, bu imkanlar var. Onu anlayandan sonra artıq sonrası daha asan gəlir. Yəni burada olub bu qazançları görməmək mümkün deyil, təbii ki. Artıq qazanmamaq da yəni öz əlimizdədir. Yəni onu görək, çalışmayaq, yəni qazanmayaq, artıq bu bizə qalan bir işdir. Yəni təbii ki, çalışsaq, onunla bu qazançları biz də götürə bilərik. Yəni niyə digər xanımlar qoşulurlar, direktor dərəcəsində üst dərəcələr açırlar, bu qazançları götürürlər. Biz də bilmiriksə, təbii ki, bu artıq bizə qalan bir işdir. Bizim yəni öz günahımız ki, biz bu qazançları götürə bilmirik. Əgər çalışsaq, düzgün sistemlə çalışsaq, təbii ki, biz bu qazançları götürə bilərik. Tamamilə doğrudur. Mən sənə təşəkkür edirəm öz fikirlərini bizimlə bölüşdüyünə görə. Çox sağ ol. Mən inanıram ki, gələn il gələndə səni də yüksək bir rütbədə görəcəm. İnşallah. Sənə çox inanıram həqiqətən də. Yəni bu səmimi, ciddi sözümdür ki, elə belə, yəni necə deyirlər, boğazdan yuxarı deyilmiş bir söz deyil. Həqiqətən də inanıram, güvənirəm ki, sən eləyəcəksən ən gözəllərini. İnşallah. Uğurlar arzulayıram sənə və komandana. Çox sağ ol. Rəhbərlərimin mənə inanmağı mənim üçün çox bir qürur verici bir hissdir. Nə xoş sənə. Çox sağ ol. Xoş gördüm səni, mənim dəyərli liderim. Elnarəyə bayaqları deyirəm ki, sən burada digərlərindən 1-0 öndəsən, çünki bacınla başlamısan. Eyni sözlər sənə də aiddir. Sən də 1-0 öndəsən, çünki mənimlə başlamısan. Və sənə eyni sualları sənə də ünvanlayacağam. İlk öncə onu demək istəyirəm ki, liderlik elə belə bir şey deyil, yəni elə belə bir yer deyil. Sən artıq yolun yarısını gəlmisən. Digər yarısını da inşallah ki, birlikdə səninlə keçəcəyik. Sənin hədəfin bilirəm ki, direktorluqdur və sənin haqqında, sənin arzuların haqqında əslində hər şeyi bilirəm, amma istəyirəm ki, qızlarımızla da bölüşəsən. Hansı addımlar atırsan, nələr etmək istəyirsən, yəni hədəflərin nə qədər müddətə çatmaq istəyirsən, bu iş sayəsində nə arzuların var, həyata keçirmək istədiyin? İlk öncə təşəkkür edirəm sənə, bizə belə bir şans verdiyin üçün. Hədəflərim təbii ki çoxdur, ancaq ki ilk öncə hər kəs kimi bu işə yeni başlayanda direktor rütbəsini arzulayır hər kəs. Mən də direktor rütbəsini təbii ki arzulayıram. Bunun üçün də çalışıram. İnşallah ümid edirəm ki işim sayəsində, yəni cəhdlərim sayəsində bu olacaq. Ən qısa zamanda inşallah ki direktorluq rütbəsini açacağam. Bunun üçün çalışıram. Komanda şəklində çalışırıq təbii ki. Bizim işimiz komanda işidir. Tək mənim çalışmağım olmur təbii ki. Qrupumdakı xanımlara da işi öyrədərək həm öyrədirəm, həm də ki qazanırıq təbii ki birlikdə. İnşallah ki yaxın zamanda direktorluq rütbəsini açmağı planlayıram və olacaq da inşallah, bilirəm ki. İnanıram buna. Komandanın qızlarına nə demək istəyirsən? Düz deyirsən ki, bu birlik işidir, komanda işidir. Onlar səni dinləməlidirlər ki, siz birlikdə hərəkət edəsiniz və istədiyiniz yerə çatasınız. Düzdür, müəyyən qədər dinləyiblər ki, siz artıq lider olmusunuz, amma daha çoxunu etmək üçün də onların da cəhdləri lazımdır, onların da hərəkət etmələri lazımdır. Onlara nə demək istəyirsən? Onlara demək istəyirəm ki, heç vaxt dayanmayın, məqsədiniz olsun. Mən ilk öncə bura qoşulanda məqsədim yox idi. Heç bir məqsədsiz gəlmişdim bu işə, sadəcə məhsul almaq üçün. Ancaq ki, məqsəd olduqdan sonra insan daha da həvəslənir. Planlı şəkildə çalışın. Çalışın ki, gününüzü elə planlayın ki, bu işə daha çox vaxt ayıra biləsiniz ilk öncə, ilk başlarda təbii ki.
Biraz direktorluqdan sonra işinizi biraz aksada bilərsiniz o sözsüz, amma direktora qədər çalışın ki, işinizi planlı şəkildə görün ki, daha tez istədiyiniz nəticələrə gəlib çıxa biləsiniz. Ən çox yəni məqsəd və səbir olmalıdır bu işdə ki, uğur qazana biləsiniz qısa zamanda. Sözsüz ki, səbirli olmaq lazımdır. Çünki yeni başlayan hər kəs bir tərəfdən öyrənir bu işi, digər tərəfdən də tətbiq edir. Bu əlbəttə ki, zaman alır. Hər işdə olduğu kimi burada da bu işi öyrənməlisiniz, hər xırdalığına qədər. Bəs sənin bu işdən qazandığın qazançla etmək istədiyin addımlar nələrdir? Bax, Elnarə xanım dedi ki, mən ev almaq istəyirəm bu iş sayəsində. Sənin arzuların nələrdir? Sən Fabirlik sayəsində hansı arzunu gerçəkləşdirmək istəyirsən? Fabirlik sayəsində arzularım təbii ki çoxdur, amma ilk öncə ailəmə dəstək məqsədilə qoşulmuşam bu işə. İstəyirəm ki, mənim də ailəmə bir qatqım olsun, övladımın istəklərini rahat şəkildə ala bilim, onun gələcəkdə təhsilinə daha çox gəlir əldə edim ki, onun təhsili üçün nəsə bir şey edə bilim. Təbii ki, ilk öncə hər kəs ana olduqdan sonra övladını düşünür, mən də elədir. İstəyirəm ki, onu ən gözəl yerlərdə, ən yüksəklərdə görüm. İnşallah ki, Fabirlik sayəsində də bu arzuma çatacam, bilirəm. İnşallah, inşallah. Sənə minnətdaram. Mən inanıram ki, növbəti müsahibəmizdə sən ən azı direktor olacaqsan. İnşallah, inanıram. Bəli, mən də sənə çox inanıram və artıq bu yolu tutmuş biri kimi, artıq müəyyən qədər komandası olan, arxanca insanları aparan biri kimi sənə uğurlar arzulayıram. Çox sağ ol. Ən qısa zamanda istədiyin yerlərdə olmağı diləyirəm sənə. Çox sağ ol. Sağ ol.